Qarabağda faydalı yataqların qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən aksiya 86 gündür davam edir və bugün səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid avtomobil karvanının ərazidən keçməsinə şərait yaradılıb. Gün ərzində isə Rus sülhməramlarına məxsus nəqliyyat vasitələri ərazidən maneəsiz hərəkət edir. Ekofəalların tələbləri isə dəyişməz olaraq qalır. Qarabağ İqtisadi rayonunda yerləşən Qızılbulaq və Dəmirli yataqlarının qanunsuz istismarına qarşı dekabrın 12-sindən başlayan aksiya fasiləsiz davam edir. Aksiyaya baxmayaraq Xankəndi-Laçın yolunun Şuşa ərazisindən keçən hissəsi humanitar məqsədlər üçün daim açıqdır. Etirazın əvvəlki günlərində olduğu kimi 86-cı günündə də ərazidən Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobilləri maneəsiz keçdi. Ötən gün isə ümumilikdə 80 avtomobilin ərazidən keçidi təmin olunub. Humanitar məqsədli keçidlər üçün yalnız Laçın-Xankəndi yolu istifadə oluna bilər. Çünki artıq 86 gündür ki, məhz bu yoldan qanunsuz yüklərin daşınması aksiya iştirakçılarının sayəsində dayandırılıb. Aksiyamızda başlıca məqsəd Qarabağda davam edən bu ekoloji cinayətlərə son deməkdir. Və aksiyamızda hava şəraitinin dəyişkənliyindən asılı olmayaraq biz öz gücümüzlə bu aksiyaya davam etməkdəyik. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq biz öz tələblərimizi yerinə yetirən günə qədər buradayıq. Monitorinq qruplarımızın müəyyən ərazilərə daxil olacağı son günə qədər biz buradayıq. Gündüz olduğu kimi gecə də fəallığı davam etdirən aksiya iştirakçılarının əhval-ruhiyyəsi yüksəkdir. 86 gündür ki, biz burada öz dinc aksiyamızı yerinə yetiririk. Tələblərimiz yerinə yetirilənədək də davam etdirəcəyik. Əhval-ruhiyyəmiz də ilk gündəki kimi yüksəkdir. Əsas tələblərimiz Qarabağın iqtisadi rayonundakı mədənlərin qanunsuz istismarına son qoyulması, Azərbaycan mütəxəssislərinin monitorinq keçirilməsi üçün lazımlı şəraitlərin yaradılması, ərazilərimizdəki ekoloji cinayətə son qoyulmasıdır. Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirərək dünya ictimaiyyətinə çağırış edən ekofəallar aksiyanı davam etdirməkdə israrlıdır. Elnur Tofiq, Elmin İspəndiyarov, Rüstəm Mikailzadə, Mümtaz Xəlilzadə, ASTV Xəbər.